Selamünaleyküm. Kısa iş prosesi çekim. Derece qocalmışam elhamdülillah. Baxın. Kısa. Baxın, belə ezik. Burada da belə bir ezikdir. Şimdi çarpacağıq. Babayla. Lazım olsa buna da nasatka bağlayacağıq. Lazım olsa buradan nasatka seçəcəyik. Bax bunu. Buradan belə basıcı forma verəcəyik, sonra kleyinə dartacağıq ki, ekonomik olsun. Bunlarda plasmas deyil. Bunlarda plasmas olanda buradan müdaxilə olma olur. Burada da boş arkadır. Plasmasını bir yerdə bağlayırdı. Buradan gərək müdaxilə başqa cürə olsun. Deşik açılır ya, indi baxır da. İnşallah ki Allah asanlaşdırsa buranı kleyinə, yəni üzdən çıxartmalı olacaq. Mən qısa çəkirəm, yəni belə ki sistem necədir. Belə o bağlanıb oradan görürsünüz də nə qədər dəyişiklik var. Yəni opşi bizə lazımdır qalxmağı. Yəni belə opşi səti. Sonra biraz bura qalxacaq. Qalxandan sonra bu tülünə çıxardacağım onu. Sonra biraz buranı. Sonra buranı otusturacağım buranı. Sonra buranı. Əsas buranı. Buraya çatanda otusturmaq lazım deyil ki, bu dəmiri yaymaq üçün. Yəni harasa getməlidir. O dəmir çıxmasa bu hissə, bu otusturmaq olmaz. O sonra demir heç yerə gedə bilməyəcək. Ona görə də yolu ilə eləmək lazımdır ki, ekonomik çıxsın, qəşəng də çıxsın, tez də qutarasın. Bitirsin iş. Elhamdülillah. Görürsünüz nə qədər azaldı ezik. Bu mənim bitiçkamdır, yəni otusturma. Bu zalatnikdir. Zalatnik şeyin kalpaçakı. Deyəbə bu. Qəşəng otusturur. Buradan belə hamısı işlənir. Rahatlıqla həll olunur. Dəbəblarla bu da yaxşı keyfiyyətlidir. Bu velosipedin trostunun şeyidir, plastikadır. Qəşəng otusturur. Bu da heçdən bu. Belədir. İndi bu tülünə dartdım. Devam. İndi aradacağım inşallah. Ta vaxt deyəcəm bunları yoxa çıxarmaq. Bir dənə burada çətin olacaq. Bu da sonu yekunlaşmaq üzrədir. İndi silirlikdən yığıram. Bu xırda defektlərini buradan bu hissələri ki sonu da yəni birində. İndi biraz da bunun qıraqlarını çərtəcəm. Burada içəriliyi var. Bunlarda двойной слой. Bu da qəttə zövçinik. İşgal. Baxım Rəşid. Yox, oyna yox. Bunu başqa bitiçkə ilə otusturmalısan. Belə eləmə. Belənçik qaydada otusturmalısan. Buradan başlayırsan. Buraya.